Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə 3-cü qrupdan hüquqşünaslıq ixtisasına 500, 1-ci qrupdan informasiya təhlükəsizliyi ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan eləyir. Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-ədək 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Xüsusi təhsil müəssisəsinə sənədlərin qəbulu 2026-cı ilin fevralın 22-sinədək namizədin daimi yaşadığı yer üzrə polis idarə və ya şöbələrində həyata keçirilir. Müsabiqədən keçən abituriyentlərin siyahısı hüquqşünaslıq və ya informasiya təhlükəsizliyi ixtisasları üzrə Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahan Azərbaycan və rus dillərində keçirilir. Qəbul olan abituriyentlərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır. Tədris Azərbaycan dilindədir. Müddəti 4 ildir. Kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur. Akademiyanın ərazisində yerləşən, müasir standartlara tam cavab verən yataqxanada yaşayırlar. Məzunlara hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisasları üzrə polis leytenantı, xüsusi və ehtiyatlı olan leytenant hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər. Qəbul qaydaları haqqında daha ətraflı məlumat əldə etmək üçün 012 454 1278, 012 590 97 76, 012 590 99 47 nömrələrinə və Akademiyanın 8880 qaynar xəttinə zəng eləyə, yaxud Nazirliyin, eləcə də təhsil müəssisəsinin internet saytlarına, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərsiniz.